Bəşəriyyətin ən qədim inanclarından olan Dəccal və qiyamət simvolları bugün hər zamankindən daha çox müzakirə olunur. Bir çox din və qədim əfsanələrə görə qiyamətdən əvvəl ortaya çıxacaq ən böyük şər qüvvə Dəccaldır. Onun tək gözlü olacağı, insanları möcüzələrlə aldadacağı və dünyanı xaosa sürükləyəcəyi deyilir. Maraqlıdır ki, bugün texnologiyanın və kütləvi nəzarətin artması bir çoxlarında tək göz simvolunun rəqəmsal bir sistem ola biləcəyi şübhəsini yaradır. Qiyamət simvolları təkcə dini kitablarda deyil, təbiətdə də özünü göstərir. Artan quraqlıqlar, böyük çayların quruması, qlobal münaqişələr və mənəvi dəyərlərin sürətlə itməsi bir çoxları üçün qədim peyğəmbərliklərin reallaşması kimi qəbul edilir. Bəzi qədim mətnlərdə günəşin qərbdən doğması, böyük bir tüstünün dünyanı bürüməsi və Yəcuc-Məcuc adlı varlıqların ortaya çıxacağı qeyd olunur. Saatın əqrəblərinin sona doğru irəlilədiyi inancı insanlarda həm qorxu, həm də böyük bir maraq oyadır. Bəlkə də qiyamət sadəcə bir son deyil, insanlığın öz əməlləri ilə üzləşəcəyi böyük bir sınaq günüdür. Bütün bu işarələr bizə bir şeyi xatırladır. Zaman daralır və dünya artıq köhnə dünya olmayacaq.